Heybətqulu bizim hərbi olduğu kollektivdə və yoldaşları arasında hörmət edir. Eləcə də dostları, yoldaşları, eləcə də rəisləri arasında hörmətə, böyük hörmətə malikdir. Bu əskəri formanı əyninə geyən hər bir insan ən pak insandır və onlar həmişə şəhidliyi gözlərinə alır. Heybətqulu da onlardan biridir. Bu gün Heybətqulu şəhidlik zirvəsinə yüksəlmişdir. Mən Allah Taaladan onun yaxınlarına, bütün kənd cəmaatına, hər bir kəsə başsağlığı verirəm, səbir verirəm. Komandanlığının şəxsini almaq. Allah rəhmət eləsin, geri behişt olsun. Allah şəhidimizə rəhmət eləsin. Başqa söz demək istəyən var mı?